Təsəvvür edin ki, avtomobilinizdə sakitcə nahar edirsiniz. Qəfildən, yəni heç gözləmədiyiniz halda açıq pəncərədən içəri bir sərçə uçub sərnişin oturacağının qarşısına qonur. Çox qəribə mənzərədir. Hə, əksəriyyətimiz bunu sadəcə təsadüf, bəlkə də biraz əsəb bozucu hal hesab edib quşu çölə qovmağa çalışardıq, elə deyilmi? Amma bugün araşdırdığımız mənbələrdə qarşımıza çox qəribə bir hekayə çıxdı. Doğrudan da çox fərqli bir yanaşmadır. Tamamilə. Ohio ştatından olan bir adam bu kiçik quşu kainatdan gələn bir mesaj kimi qəbul edir. Və bu, inanılmaz bir şəkildə milyonlarla dollarlıq bir qərara çevrilir. Missiyamız da elə budur ki, sıradan bir təsadüfün həyatımızı necə bu qədər dəyişə biləcəyini anlayaq. Bilirsiniz, insan psixologiyasında apofeniya adlanan çox maraqlı bir fenomen var. Bu, yəni beynimizin tamamilə xaotik, birbiri ilə heç bir əlaqəsi olmayan hadisələrdə bir məna görməyə çalışmasıdır. Biz xaosu sevmirik, nizam axtarırıq. Aha, yəni hər şeydə bir işarə görürük. Məhz elədir. Hekayəmizin qəhrəmanı da maşına girən o sərçəni sadəcə yolunu azmış bir quş kimi yox, böyük bir uğur əlaməti kimi yozur. Bu inanc da onu dərhal hərəkətə keçirir. Növbəti həftə gedib 3 dənə lotereya bileti alır. Bəli, yəni o quş fiziki olaraq heç nə etmir. Amma adamın beynində yaratdığı hekayə bütün bu zəncirvari reaksiyanı başladır. Biletləri yoxlamaq anı isə sözün əsli mənasında kinodur. Birinci bilet heç nə qazandırmır, amma ikinci biletə baxanda kişi elə bilir ki, düz 120 min dollar udub. Dərhal emosiyalara qapılır. Yəni ağlını itirir az qala. Və dərhal da həyat yoldaşına zəng edir. Düzdür, bu mənə qış gödəkçəmin cibində köhnə 100 manat tapıb sevinmənimi xatırladır. Amma düşünün ki, sonra o pulun əslində bir qızıl külçəsinə büküldüyünü anlayırsınız. Çünki udduğu məbləğ heç də o deyildi. Amma mənim anlamadığım bir şey var. Nədir o? İnsan necə biletə baxa-baxa oradakı, yəni 20 il ərzində hər ay 10 min dollar yazısını görməyə bilər? Beynimiz gözümüzün önündəki belə böyük bir faktı necə qaçırır axı? Bax, kəskin adrenalin sıçrayışı anında beynimizin analitik düşünməyə cavabdeh olan hissəsi, yəni prefrontal korteksi az qala sönür. Bütün diqqət o anki mən qazandım siqnalına yönəlir. Yəni adam sadəcə donub qalır. Hə, adrenalin və dopamin partlayışı o qədər güclü olur ki, adam sadəcə gözünə dəyən ilk böyük rəqəmi, yəni o 120 mini görür, amma xoşbəxtlikdən evdə emosional olaraq daha sakit olan həyat yoldaşı var. O, bileti yenidən oxuyur. Bəli, və reallıq ortaya çıxır. Uduş bir dəfəlik 120 min dollar deyil. Bu, 20 il ərzində hər ay 10 min dollar deməkdir. Yəni cəmi 2,4 milyon dollar. Bir dəqiqə, yəni 120 minə sevinərkən birdən 2,4 milyon dollar utduqlarını öyrənirlər. Şok olmalıdır. Amma mənbələri araşdıranda məni ən çox təəccübləndirən məqam cütlüyün sonraki qərarı oldu. Hə, o qərar doğrudan da çox adamı təəccübləndirir. Onlar o 2 milyon yarımlıq uzun müddətli ödənişdən imtina edirlər. Gedib pulu dərhal, yəni bir dəfəlik 879 min dollar kimi almağı seçirlər. Ciddi deyirəm, niyə kimsə 1 milyon yarım dollardan çox puldan imtina etsin? Kənardan tamamilə dəlilik kimi görünür. Əksinə, bu çox rasional və hətta klassik bir maliyyə həmləsidir. Burada məsələ iqtisadiyyatda pulun zaman dəyəri və alternativ xərc adlanan anlayışlardır. Açıqlaya bilərsiniz bunu? Əlbəttə, bugün sənin əlində olan 1 dollar 10 il sonra sənə veriləcək 1 dollardan həmişə daha dəyərlidir. Əgər onlar o 879 min dolları bugün götürüb düzgün bir investisiya fonduna yatırsalar, mürəkkəb faizin gücü ilə o pul hara gedib çıxa bilər düşünün. Yəni 20 il ərzində bu məbləğ o 2,4 milyondan qat-qat çox ola bilər. Tamamilə düzdür. Digər tərəfdən, hər ay alacaqları 10 min dollar illər keçdikcə inflyasiya səbəbindən öz alıcılıq qabiliyyətini itirəcək. Yəni gözlədikləri hər ay o pulun dəyəri əriyir. Anladım. Yəni, onlar sadəcə pulun hamısını indi verin, gedək xərcləyək demirlər, pullarını mürəkkəb faizlə böyütmək fürsətini seçirlər. Hətta uduşu alar-almaz böyük bir maliyyə məsləhətçisi tuturlar ki, işi peşəkarlar idarə etsin. Bəli, bu da onu göstərir ki, hər şey çox emosional başlasa da sonda rasional bitir.
Hekayə sərçi kimi xurafaqla, o bayaq dediyiniz apofeniya ilə başlasa da, tamamilə soyuqqanlı, riyazi bir qərarla yekunlaşır. Bu həqiqətən də qəribə bir ziddiyyətdir. Məhz elədir. Təsadüflər və xurafatlar bəzən bizi fürsətlərin qapısına qədər gətirə bilər. Amma o qapıdan içəri girdikdən sonra nəticəni yalnız soyuq məntiq və planlaşdırma həll edir. Çox gözəl fikirdir. Maşına girən o balaca sərçə necə 879 min dollarlıq real investisiya kapitalına çevrildi, bunu düşünmək özü bir ayrı zövqdür. İndi isə sizə kiçik bir sual qoyub gedirəm. Maraqlıdır. Nədir o sual? Növbəti dəfə qarşınıza tamamilə gözlənilməz, qəribə bir təsadüf çıxanda, onun sadəcə bir təbiət hadisəsi, yoxsa həyatınızı dəyişəcək bir fürsət olduğuna necə qərar verəcəksiniz? Çox düşündürücüdür. Və ən əsası, əgər o fürsət masadadısa, siz olsaydınız uzaq gələcəyin 2,4 milyon dollarını, yoxsa bugünün 879 min dollarını seçərdiniz?